təsərrüfatının inkişafında böyük rol oynayacaq. Davam edir, hörmətli tamaşaçılar. Elə insan ömrü boyu çalışır, zəhmət çəkir, amma yolun sonunda qarşısına çıxan məbləğ bəzən illərin əvəzini vermir. Ölkəmizdə zaman-zaman bəzi vətəndaşların az, digərlərinin isə çox pensiya alınması müzakirə olunur. Mövcud qanunvericiliyə əsasən bu məbləğ əsasən pensiya kapitallarının həcmi ilə müəyyənləşir. Son günlər sosial platformalarda iqtisadiyyatın real sektorunda və ya dövlət qulluğunda işləməyin daha sərfəli olduğuna dair müzakirələr də gedir. Bəli, belə ki, böyük məbləğdə pensiya almaq üçün qanuni işləmək və yaxşı maaş almaq lazımdır. Ümumiyyətlə, əmək fəaliyyəti dövründə hansı addımlar atsaq gələcəkdə daha yüksək pensiya ala bilərik? Jalə Mirzəyeva bu barədə sujet hazırlayıb. Əgər mən də sabahımı düşünürəm deyirsinizsə, bu sujet məhz sizin üçündür. Odur ki, izləyək. Pensiya yaşı insan ömrünün bir mərhələsidir. Bu yaşdan sonra kimin nə qədər pensiya alacağı hər kəsi düşündürən məsələdir. Qaynar xəttimizə daxil olan müraciətlərdə pensiyaların hesablanması ilə bağlı çoxlu suallar gəlməkdədir. Bu suallar əsasən də Sovetlər dövründə işləmiş şəxslər tərəfindən verilir. Pensiyanın hesablanması qaydasına gəlincə... Fərz edək ki, bu 30-40 il fəaliyyət 2006-ya qədərdir. Təbii ki, bayaq qeyd etdiyimiz kimi, stajın hər elinə bu il üçün pensiya çıxanlarda 1029 manata vurulur və alınan rəqəm bölünür, 144-də olur, onu 2006-ya həmin staja görə pensiyasının məbləği. Əgər 2006-ya qədər bir nəfər şəxs 30 il, bir nəfər şəxs 40 il işləyibsə, bu qaydada hesablasa təbii ki, daha çox işləyən daha çox pensiya əldə etmiş olacaq. Bu əmək fəaliyyəti əgər 2006-dan bir hissəsi 2006-dan sonraya düşürsə, bir hissəsi 2006-dan əvvələ düşürsə, təbii ki, burada pensiyada fərqlilik mümkündür. Çünki 2006-dan sonra pensiyanın məbləği bağlıdır onun gəlirlərindən ödənilmiş sığorta haqlarına. Gəliri çox, kimin çoxsa bu fəaliyyəti dövründə, kimin gəliri çoxsa, təbii ki, daha yüksək pensiya ilə təmin olunurlar. O ki qaldı, hamını maraqlandıran yüksək pensiya almaq üçün daha nələrə diqqət yetirmək lazım olmasına. Ümumi hesablama metodologiyasına əsasən pensiya toplanan, vətəndaşın hesabında toplanan pensiya kapitalı 144-ə bölünür və sizin aylıq pensiya məbləği müəyyən edilir. İlkin mərhələdə və sizin əgər pensiya kapitalınız nə qədər yüksəkdirsə, bu bölünmə zamanı aylıq məbləğ daha yuxarı olur. Nə qədər kiçikdirsə, təbii olaraq aylıq məbləğ də daha aşağı olur. Buna görə də xüsusilə də özəl sektorda çalışanlara münasibətdə tövsiyə olunur ki, mümkün qədər əmək münasibətlərini bu və ya digər şəkildə həm əmək münasibətlərinin müqavilə şəklində legallaşdırılması, həmçinin əmək haqqı məbləğinin bu müqavilələrdə tam əks etdirilməsi ilə bağlı mövqe ortaya qoysunlar və buna nail olsunlar. Pensiyanı daha çox almağın yolu isə özəl pensiya fondlarının yaradılmasından keçir. Azərbaycanda da bu istiqamətdə işlər görülür. Mütəxəssislər deyir ki, özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği tutaq ki 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində onun əlavə olaraq 300 manat almaq imkanı olacaq. Təbii ki, bu məbləğlər şərtidir və vətəndaşın özəl pensiya fonduna ödəyəcəyindən birbaşa asılı olacaq. Hal-hazırda müvafiq dövlət qurumlarında özəl pensiya fondları ilə bağlı qanunvericilik bazasının hazırlandığını, müvafiq hüquqi normalların hazırlandığı ilə bağlı məlumat verilir və bu istiqamətdə qanun layihəsi hazırlanacaq və hazırlanan sonra Milli Məclisə təqdim olub müzakirələrə veriləcəkdir. Verilən məlumatlara görə vətəndaşa müəyyən bir yaş dövründən sonra, məsələn 50-55 yaşından sonra yığılan kapitalın bir dəfəlik şəkildə alaraq özünün başqa bir layihəyə, şəxsi biznesinə və digər bir layihəyə xərclənmək istiqamətində, yönəltmək istiqamətində bir imkan da verir. Məsələ ilə bağlı vətəndaşlar arasında da sorğu keçirdik. Yüksək məbləğdə pensiya almaq üçün dövlət qulluğunda işləmək lazımdır. Başqa yol görmürəm. Ancaq dövlət qulluğu. Məncə işçilər yəni ümumiyyətlə yüksək maaşlı işdə çalışmalıdır. Bir də əsasən əmək müqaviləsinə diqqət etməlidirlər ki, əmək müqaviləsində diqqət edəndə məncə bu daha balanslı şəkildə olur. Pensiya adətən maaşın müəyyən faizi ilə formalaşır, düzdürmü? Buna görə yüksək maaş çalışıb yüksək əmək fəaliyyəti göstərmək lazımdır. Bundan əlavə, yüksək gəlirli sahələrdə çalışmaq da gələcək pensiyanızın miqdarına birbaşa təsir edir. Məsələn, informasiya texnologiyaları, maliyyə, neft sektoru kimi sahələr rəsmi əmək haqları daha yüksək olduğuna görə həmin sahələrdə çalışan şəxslər daha çox sosial sığorta ödəniş edir və nəticədə daha yüksək pensiya almaq imkanı qazanır.
Yəni nə qədər çox iş, bir o qədər gələcək üçün çox pensiya. Bu o deməkdir. Yəni bu süjetdən çıxan bir nəticə odur. Həm də ki, bu süjetdən bir şeyi tam başa düşdüm ki, yəni daha çox stimullaşdırır ki, əmək müqaviləsi ilə işləsin. Yəni qeyri-rəsmi işləyənlərin sayını azaltmağa yönəlmiş bir haldır. Yəni təşviqdir ki, bu və yaxud da əmək müqaviləsiz bəzən işləyənlər olur. Bəli, layiqli pensiya almaq hər kəsin haqqıdır. Ona görə də bu detalları da nəzərə almaq lazımdır ki, gələcəkdə daha yaxşı pensiya almaq üçün. Bəli, davam edirik, hörmətli